Dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Həm S, həm də C bir siyahı olaraq mənimsədilib hər ikisinə də və i bərabərdir 0-da başlayacaq və S-in uzunluğu 3 olduğu üçün 3-ə qədər davam etməlidir. Yəni bir dövrdə 0, bir dövrdə 1, bir dövrdə 2 almalıdır i. Əgər i-nin qiyməti 0 olarsa, ondan C siyahısını aşağıda yazıram. Hələ ki, bunları qoymayım, çünki müəyyən əlavələr edəcəm. C bərabərdir 1, 1, 1-ə və bu bir siyahı kimidir. Siyahını bağlayıram. Biraz bu tərəfdən açın. İndi i əgər sıfırdırsa, biz insertlə C-nin ininci, yəni sıfırıncı indeksinə nə əlavə etməliyik? S-in sıfırıncı indeksi x-dir. X vurulsun i üstəgəl 0 üstəgəl 1, yəni 1. X-i 1-ə vursaq elə x eləyir. Yəni bu o deməkdir ki, C-nin 0-cı indeksinə x əlavə elə. Növbəti dövrdə i2 olduqda, artıq C-nin i1 olduqda, C-nin birinci indeksinə, yəni x-dan sonraya birinci indeksinə nə əlavə etməliyəm? S-in birinci indeksi y-dir. Y-i vuracağım artıq i. 1 üstəgəl 1, yəni 2-yə. Bu da 2 dənə y deməkdir. Yəni birinci indeksdə olacaq 2 dənə y. i-nin qiyməti 2 olduqda C-nin ikinci indeksinə, yəni y-dən sonraya, bura. İkinci indeksinə nə əlavə etməliyəm? S-in ikinci indeksi z-dir. Z-i vuracam 2 plus 1-ə, yəni 3-ə. Bu da olacaq 3 dənə z. Deməli, C siyahısı olur belə və çapa verəndə C siyahısının elementlərini ardıcıl birləşdirməliyik. Onda doğru cavab olacaq x, sonra y, y, z, z, z və ardından 1, 1, 1. Və doğru cavabı tapmış olduq.